Azərbaycanda onkoloji xəstələrin sayı ötən illə müqayisədə artıb. Rəsmi rəqəmlərə görə ötən il 15164 nəfərdə ilk dəfə xərçəng xəstəliyi aşkarlanıb. 2024-cü ildə ölkə üzrə xərçəngdən vəfat edənlərin sayı 9681 nəfər olub. Bu isə 2022-ci ilin göstəricisi ilə müqayisədə 13012 nəfər daha çoxdur. Bununla belə xərçəng xəstəliyinə qalib gələn, həyatla mübarizədən güclü çıxan insanlar da az deyil. Elə müsahibim Aysel Hüseyn qızı kimi. 2024-cü il əvvəllərində bildim ki, xərçəng xəstəliyinin ən son mərhələsindəyəm. İlk dəfə həkimə getdim. Adi bir yoxlanışa getmişdim. Yoxlanışda məlum oldu ki, mən süd vəzi xərçənginin ən son mərhələsindəyəm. Dedilər ki, yəqin yediyin qidalar, içdiyin içkilər. Düşündüm ki, ondan əvvəl, bir neçə ay əvvəl mən çəki vermək üçün bəzi koferlər, çaylar qəbul etmişdim. Düşündüm ki, onlardandır. Bir də yediyim şirniyyatlar düşündüm bunu edə bilər. Amma bunlara baxmayaraq, mən yenə də mübarizə apardım. Bilirsiniz ki, xərçəng ölüm demək deyil. Xərçəng beynində, zehnində mübarizə aparmaq deməkdir, yaşamaq deməkdir. Bu xəstəliyin artımı ilə bağlı vətəndaşların da münasibətini öyrəndik. Mənə belə gəlir ki, bunlar demək olar ki, qida ilə bağlıdır. Qida məhsulları ilə bağlıdır. Çünki qidaların tərkibi çox dəyişilir. Ona görə də belə artım var. Ola bilsin, başqa amillər də var. Mənə bilir ki, əsas qida məhsullarıdır. Havadır, qidadır, başqa nə ola bilər? Qidalanma zəifdir, süni qidalardır, bir də havadır, vəssalam. Mütəxəssislər isə hesab edir ki, qidalanma birbaşa xərçəngin səbəbi olmasa da bəzi qidalar orqanizmə toksik təsir göstərərək iltihabi prosesləri sürətləndirə və müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin yaranmasına zəmin yarada bilər. Xüsusilə trans yağlarla zəngin fast food qidalar, yüksək doymuş yağlar, konservatlar və digər kimyəvi əlavələr immun sistemini zəiflədir. İşlənmiş, emal olunmuş ət və ət məhsullarını göstərmək olar ki, bunlar da kalbasalar, sosiskalardır ki, onların tərkibində istifadə olunan nitritlər, nitratlar mütəmadi olaraq qəbul etdikdə orqanizmdə xərçəng yaradan maddəyə çevrilir. Ona görə bu kimi məhsullardan çox istifadə olunması tövsiyə olunmur. Eyni zamanda tərkibində həddindən artıq şəkər olan qidalar və xüsusilə də şəkərli içkilər var ki, bunlardan da çox qəbul etdikdə qanda şəkər səviyyəsinin yüksəlməsi insulin müqavimətini artıraraq iltihabi prosesləri kəskinləşdirir. Xəstələr vaxtında müraciət etmiş olsa, xərçəng xəstəliyi digər sağalan xəstəliklərdən biridir. Bu fikirdə olan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyir ki, qadınlarda süd vəzi və uşaqlıq boynu, kişilərdə isə ağciyər, traxeya, eləcə də son dövrlərdə mədə və yoğun bağırsaq xərçəngi hallarında artım müşahidə olunur. Bəli, orada faktorlar var, ekoloji faktorlar var, qidalanma faktorları var, digər faktorlar, məsələn, stres faktorları var, yəni faktorları saymaqla qurtarmaz. Bu heç də o demək deyil ki, məhz bu xəstəliyin əmələ gəlməyində bu faktor rol oynayır. Ya, bunların mühüm hardasa rolları vardır. Odur ki, mütəxəssislər tövsiyə edir ki, xərçəngdən qorunmaq üçün həm sağlam qidalanma, həm də vaxtında həkim müayinəsindən keçmək lazımdır. Yerli meyvə tərəvəzlər, paxlalılar və omega-3 ilə zəngin olan qidalar isə immun sistemini gücləndirir, mütəmadi müayinələr xəstəliyin erkən aşkarlanmasına kömək edir.